Salam, belə şey edəsiniz. Uşaqlar, necəsiniz? Yaxşısınız? Bir dənə gəlin ürəkdən hamımızı da, içimiz qarışıq, hamını ürəkdən alqışlayaq. Bir neçə ay bundan qabaq tələbələr söz verdik ki, axşam yemeği olacaq biznesmenlərlə və mən çalışdım ki, bu günləri bizim dostlarımızla bir yerdə olaq və sizə maraqlı nə suallar var, nə fikirlər var. Hamı burada, hamı üçün şans olacaq ki, o fikirləri, sualları səsləndirəsiniz. Biz də çalışdığımız qədər o cavab verə bilək sizə. Və mən istəyirəm burada dəvət edeyim bizim dostumuzu gürültülü alqışlarla Doktor Xəyal Samedov Lavroden Klinikasının təsisini zəhmət olmasa. Mən burada dəvət eləmək istəyirəm. Arif Zeynalını, Arif gəlsin. Azad Tuning'in rəhbərini. Növbəti dostumuz Sərxan Qulamını istəyirəm dəvət edeyim. Amma bilir, Saxara. Hər birinizi salamlayıram. Ev oturarkənimiz yerləşək. Necədir? Sastav maraqlıdır. Necə bizim Danilov dostumuz, Nevras dostumuz Allah rəhmət eləsin, yaxınlarında rəhmətə gedən olduğuna görə gələnmədi. Buradan İlyasa başsağlığı dilirik. Cəlal Kəngəlidə, bax, elə oldu ki, bizim tədbir, bilirsiniz də, çəkiliş hamımızın burada işləri çoxdur, aydın məsələdir. İnanın ki, burada oturan insanlar, Xəyal Doktor 2 dənə tədbir, bir dənə axşam biznesmenlərlə olan tədbirin təxirə salıb. Arif ümumiyyətlə saat 8-ə kimi görüşü var, məsələn. Və mən istəyirəm sözü verim Xəyal Doktora. Ən birinci Xəyal Doktor öz fikirlərini, öz sözlərini desin. Sonra ardıcılıqla, ondan sonra siz keçərik sizin suallarınızı. Bizə də çox maraqlıdır, həqiqətən sizin fikirləriniz, suallarınız necə olacaq. Danışdıq, nətərdir? Hər şey yaxşıdır. Teşekkür ederim. Hər birinizi xoş gördük. Yaş qrupu burada neçədir? Mən indi çox danışacağım, amma birazdan istəyirəm qoy dostlar hərəsi bir kəlmə desin. Niyə bu sözü dediyimi sizə izah edəcəm? Çünki mən də bəzi işlər eləyəndə sizin yaşlarınızda başlamışam. Təşəkkürlər. Ay bala, qıratdan su içmə demədim ha bala. Artıq bu cümləni övladlarınıza deməyə ehtiyac qalmayacaq. Bizim sizə şad xəbərimiz var. Övladınızın sağlamlığını düşünürsünüzsə, şəbəkə suyunun təmizliyini bizə həvalə eləyin. Necə ki bunu Dünya Karatesinin qara brilyantı Rafael Ağayev etdi. Eksklüziv sifariş ilə Türkiyədə istehsal olunan və Rafael Ağayevin adına həsr olunan Black Diamond su filtrlərini sifariş etmək üçün elə indi müraciət eləyin. Nəqd pulunuz yoxdursa, o da problem deyil. Artıq avadanlıqları ilkin ödənişsiz, faizsiz, komissiyasız, üstəlik daxili kredit şərtləri ilə, həmçinin müxtəlif taksit kartları ilə da əldə edə bilərsiniz. İndi zəng et. Kampaniya məhsul bitənə kimi etibarlıdır. Telefon 055 255 99 89. Inline az. Yenə də herkes salamlayıram dostlar. Çok güzel tedbirdi. Sağ olsun yine de Rüfət Bey bizi topladı ve sizin için biz bugün kısa danışaq. Hayat yolunu bilmirəm, bilirsiniz. Herkes demək olar ki sıfırdan başlayıb burada kim varsa inşallah. İnanın ki birinci gündən, işimi başlayan gündən hər dəfə hansısa bir problem olur yəni. Rəhbər, lider və boss öyle deyək də insan deyilən seçilir ki sən ani anda hər bir vəziyyətdən çıxmalı bilərsən. Yəni birdən-birə sən beynimə o fikir gəlir, buradan necə çıxar? Mənim bugünkü gündə 34 insandan heyətim var. Buradakı Əlimlikistar filialında, Nərimanov filialı var. Biz indi istəyirik açmaq inşallah xaricdə, Dubayda açılır, Qazaxstanda açılır. Və bizim fərqimiz ondandır ki, sən
düzgün qaydada qorxmamalısan, birdən-birə hər bir vəziyyətdən çıxa biləsən. Yəni, bugünkü gündə çətinliklər hər zaman var və olacaq. Əsas onlardan qorxmamalısan. Əsas inanmalısan ki, səndə alınacaq hər bir problemin çıxış yolu var. Əvvəlcə salamlayıram sizi. Sual vermək istəyirəm ki, siz bu sahəyə necə gəlmişsiniz? Yəni, necə olub ki, siz bu sahəni seçmişsiniz və bu şəkildə davam etməyi seçmişsiniz? Mən uşaqlıqdan avtomobilləri sevmişəm. Belə lüks sport karları, o turbo açırdıq, baxırdıq, yığırdıq, toplayırdıq və sonradan düşündüm ki, Türkiyədə yaşadım bir xeyli vaxt. Oradan gətirdim bu tendensiyanı Azərbaycana. Fikirləşdim ki, burada da istəyirəm rəngli, gözəl, qeyri-adi avtomobillər olsun. Bu bizim şəhərdə də fərqli tuning yerlər olsun və onu elədim. Düzəltdim və tutdu, getdi. Və bir şey deyim sizə də, yəni insan həyatda çalışmalıdır ki, boşluqları doldursun. Bugünkü gündə deyirlər, o qədər iş yerləri açılıb, o qədər şeylər var, mən nə edeyim, mən nətər pul qazanım, mən nə fikirləşim, hansı bir izləyəyim. Yəni, bilin ki, çoxlu, həddindən artıq çox variantlar var. Sadəcə özün düşün, fikirləş, harada boşluqlar var və mən nə edə bilərəm. Qısa bir məbləğlə başlamaq olar. Elə insanlar var ki, burada niyyətə pulsuz da başlayıblar, hissəyə başlayıblar, kreditlə başlamışam mən öz işimi, 10.000 dollardan başlamışdım. Bugünkü gündə mənim biznesimin qiyməti 1 milyondan yuxarıdır və get-gedə qalxır və başqa bir sahələrdə çıxır. Nümunə kimi deyirəm də sizə. Düşünün, boşluq vardadırsa, mən nə edə bilərəm, amma çalış bir nömrə ol. İdeal bir şey yarat öz ölkəndə, pulu fikirləşmə birinci. Birinci fikirləş ki, mən necə edə bilərəm ki, insanlara faydalı olum, yaxşı geçsin işim və Allah təala uzun həmişə verəcəksə, ona inanmıyorum. Mənim sualım bu idi ki, həyatda etdiyiniz ən böyük risk və ya risklər nə idi? Birinci riskim olub ki, mən getdim Dubaya 2009-cu il idi. 2009-cu ildi və tanımadığım bir şirkətə gəldim, 50.000 dəyərində mal götürdüm və risk elədim, onu borca götürdüm. Dedim ki, mən sizin pulunuzu 2 aya qaytaracağım. O vaxtda 50.000 dollar bugünkü gündən, yəni kurs söhbəti böyüdü. 2 aya o pulu qaytardım və bugünkü gündə o şirkətdən bizim açıq 300-350 minlik depozitimiz var, hansı ki işləyə bilirik. Onlar da mənə inandılar, mən də inandım və doğrudan da getdik qabağa. Risk, yəni elə bir şeydir ki, hər şeydə çalışın riskli olur. Amma məntiqlə, ağılla, demirəm ki, hər şeyi saat, ged neysə qoy, real otur say, minuslar, pluslar, hansı bir mənfi cəhətlər olacaq. Birinci həmişə mənfi cəhətləri düşünün ki, əgər belə olmasa, belə olsa, neynəməliyəm mən? Həmişə onu fikirləşin, ondan sonra hərəkət edin dostum. Siz indiyə qədər hansı təcrübənizdən fikirləşirsiniz ki, bu təcrübə ilə ən yaxşı nailiyyətə nail olmuşam? 2006-2005-ci illəri idi, mən yolladım Türkiyə, Antalya'ya işləməyə. Heç bilmirdim kimin yanına gedirəm, necə gedirəm, nətər gedirəm. Orada bir dostumla indiyənə qədər dostluq edirik, tanış oldum və başladım işləməyə. Otellərdə, 5 ulduzlu, 4 ulduzlu otellərdə, sahildə, su sporlarında işləyirdim. Yəni gecə-gündüz 55 dərəcə istidə biz qaçırdıq plajda və satırdıq. Paraşut, skuter, banan, yəni belə bir şeylər. Cəmi %5 və %10% işləyirdik də o vaxtda. Və orada mən böyük bir insan psixologiyası təcrübəsi və satış təcrübəsi qazandım. Düşünün ki, hər gün 5000 və 5500 plus insanlarla sən danışırsan, gəzirsən, onlara satış edirsən və ucuz bir satış eləmirsən. O jetski var idi, bildiyimiz qədər skuterlər, benzin üstündə. 60 dollara 10 dəqiqəsini mən onu satmalıydım. O insanlarla mən dostlaşırdım, onların psixologiyasını öyrənirdim, dost olurdum və düşünün ki, çox böyük vəzifəli, zəngin insanlar idi, hamısı 5 ulduzlu otellərdə tatil edilənlər idi. 3 il yarım orada işlədim, ancaq yay tətilindəydi, yayda oradaydım, qışda gəlirdim, burada işlədim. Orada çox böyük təcrübə qazandım. Mən belə bir sual vermək istəyirəm ki, yəni hər kəs həyatında bir insan nümunə götürür. Sizin nümunə götürdüyünüz bir insan varmı və kimdir, niyə? O vaxtı hamımız bir avtobiografiyalara baxırdıq, izləyirdik, hansısa bir milyonerlər idi, bizim vaxtda Bill Gates idi, ona baxırdım, amma sonra onun əsl həyatını biləndən sonra biraz sevmədim o insanı, çünki bildim ki, o hansısa bir dostunu taptalayıb, yalançılıqla, uğramaqla o qabağa gedir. Elə insan var ki, onu seçə bilər həyatda, kimisə taptalayıb keçə bilərsən. Belə bir qanun var milyonerlərdə, soruşurlar ki, sən o milyonu necə qazanmışsan bu milyonları. Deyirlər, birincini soruşma, qalanları hamısını bir-bir danışa bilərəm çünki. Çünki birinci milyon ən çirkli milyon olur.
Yəni çox bir insan həyatında. Sən hansısa dostunun, tanışının, əzizin, yaxının, qohumun tapdalayıb keçməlisən, aldatmalısan, nədəsə cığallıq eləməlisən ki, onu qazanmaq üçün. Sualım ondan ibarətdir ki, bayaq sual verdilər ki, risk etdim mən. Dediniz ki, 10 bin dollara qədər kredit götürdük və hansı əsasa görə 10 bin dollar kredit verdilər, yəni anlamadım onu sizdən. Riski mən dedim 50 bin dollara mən getdim, mal götürdüm, risk elədim, onlar mənə inandılar. Amma 10 bin dolları mən getdim, o vaxtı göstərdim ki, biznes planımı. Mən belə bir şey eləmək istəyirəm Azərbaycanda. Mənə dedilər ki, eşki düşünürəm, məşğul, kimsənsən, salam uşaqsın. Mən dayanmadım, getdim, yatdım o bankın ağzında, qabağında, keçə gündüz. Orada mənim sinif yoldaşımın qardaşı işləmişdi. Mən xahiş elədim ki, dedim ki, zəhmət olmasa, məni idarə heyəti ilə, ya sədrlə, ya kimlənsə burada müdirlə görüşdürə bilərsən. Sağ olsun, dedi ki, gözlə, çalışarıq eləyər. Bir neçə vaxt keçəndən sonra dedi ki, gəl səni qəbul edə bilər. O vaxt adi bir A4 kağızında, yəni cavan uşağımda şəkillərdir, çıxartdırmışdım hamısını printerdən, yarısı ağqara, yarısı şey gətirdim, qoydum ki, mən belə bir şey açmaq istəyirəm. Və bugünkü gündə mənim evim var. Amma indi evimi qoyum girov, ya da neyimsə qoyum girov. Gəlin, siz mənə sahibkar bir kreditə ayrıla bilərsiniz, yəni hansısa bir şərtlərlə. Qardaşımı çağırdılar, məni çağırdılar, evdən telefon aldılar da belə mənə ayırdılar. O vaxt yəni böyük bir məbləğ deyil. Bugünkü gündə hər kəs məncə rahat şəkildə gedib sahibkar biznes krediti ala bilir. Ya da ətrafdan, ya dostlarla tanışlar. Azad Tuning 2005-ci ildən fəaliyyət göstərən Azərbaycanın avtomobil sənayesində tanınmış brendə çevrilib. Azad Group hər zaman idmançılarla sıx əlaqədə və idmançılarımıza dəstək olmuşdu. Və hamı bilir ki, mən özüm hansı çətinlikdən gəlmişəm. Mən bir dənə evim var idi, o evi qoydum banka. Onda mən sahibkarlıq krediti də yox, sahibkarlıq nə demək ki, onun yanına keçəm. Neydisə. Elə oldu ki, banka qoydum, risk elədim, kreditə götürdüm və sonradan da çalışdım, vuruşdum, əlləşdim. Atam neçə aya yaxın mənimlə danışmırdı, ümumiyyətlə ignore edirdi, məsələn, danışdığım işdən, biznesdən və 3-4 aydan sonra həmişə qeyd edədiyim kimi həmin atamın evində banka qoydum. Yəni, fərq budur. Mən demirəm, günləri riskə fikirləşmək lazımdır. Oturaq, bir danışıq, riskə gir, get sən də evi qoy. Yəni, özümə mən arxayınçılığım var idi ki, mən bunu edəcəm. Yəni, mütləq də risk etməmişdən qabaq, mütləq sənin bir bazan olmalıdır. Baza necə? Sən haradasa işləməmiş, haradasa oturub xəyalın həyatına bax, Arifə bax, mən də edəcəm, gelim, bir dənə evim var, bir dənə gelim, bilmədiyim bir işə gelim, girim, o nəsə eləyim, o elə olmur. Sən mütləq haradasa işləməlisən, haradasa o bazanı yığmalısan. Mən o işi qurmamışdan qabaq, evi qurmamışdan qabaq, şərikinə işləmişəm, həmin o biznesi bilmək üçün, öyrənmək üçün. Ev yoxdur, şərik işlədim, yəni bölüşdüm, elədim, özümü sınadım ki, mən bunu edə biləcəm, yoxsa yox. Gördüm ki, bu alınır, ondan sonra o risk elədim. İndi çox adam deyəcək, nə yaxşı oturdu, risk elədi. Yox, riskin özü də yəni ağıllı risk olmalı. İnsan o fikirləşməlidir ki, bunu bacaracaq, yoxsa yox. Hara gəldi, o da atmaqdan deyil. Çox sağ olun, hər kəs dostlar, oradan da gənclər. Super mehriban və çox maraqlı suallar idi. Bugünə qədər belə suallar verən olmamışdı bizə. Sadəcə, hər kəsdən üzr istəyirəm, oradan da gedməyinin çox vacib işim olmasaydı, yəni sizdən vacib heç bir şey yoxdur. Yenə də biz gəldik, iştirak elədik, sağ olun, var olun və hər kəsin tək-tək mən hazıram, lazım olsa yazın, hər bir suala cavab verməyə, məsləhət verməyə, biz hər zaman hazırıq. Yəni, motivator komandası, büro komandası, hər zaman bir yerlərdə də gənclərə hər zaman kömək eləməyə hazırıq. Çox sağ olun, var olun. Deyir ki, mən səhv ölkədə doğulmuşam, səhv ailədə doğulmuşam, mən Avropada olsam, deyənlər əlin qaldırsın. Mən Avropada olsam, Avropada yaşamaq istəyirəm, deyənlər kimlərdir? Yaşamaq üçün, çalışmaq üçün, heç oradan kim istəyir? Əlüzü qaldırmıyor. Əlüzün deyil, də yaxşı da. Qalanlar burada qalmaq istəyir, də deyil, düzdür. Yaxşı, burada neçə nəfər xarici dil bilir? Xarici bilir. Türkçe İngilizce. İngiliz dansı eder. Doğru. Onu mən yox edə Bakın əzizlərim, sizə açıq və səlmi deyim. Siz Avropada içmə lazım deyirsiniz. Heç içmə lazım deyirsiniz. Bax, mövzu o deyil, başa düşün. Siz zaten kiməsə lazım olsaydınız, kiməsə lazım olsaydınız. Baxın, mən işçilərin içində Atilla diye bir cavan oğlan var.
Anası da biraz ingilis dili müəlliməsi, oradan da bir qaynaqlanmış. Bu uşaq ingilis dili bilir. Və uşağın bizim Avropa üçün və s. gələcək xarici layihələrimizin hamısında artıq yeri var. Sadəcə ingilis dili bildiyi üçün. Biz siz öz fərqimizi yaradın, bəyək deyilsinizsə, qurban deyirsiniz, hər kəsdən bir şeydən narazısınız da, siz deyinirsiniz ha. Valideyn çədiyarımızın çoxundan valideynimiz narazıdır. Bu real danışmaq lazım. Demək istəməmsin, eşitmək istəyəcəyiz deyil. Sizə üstücə bir divar kimi deyəcək ya bəli həqiqətlər. Onlar bu gün demək lazım. Mən vəzifəm oldu, mən bunu onun üçün çağırdılar deyə düşünürəm. Siz siz bizim işimiz asandır. Burada ən balaca yaşı olan neçədir? Və mən ayda $2000 qazandım. Sən yaşın oğluna. Və ailə baxırdım, öz ailəmizə baxırdım. İndi sən də mənim aramda şöyle bir şey nədir? Sən düşünürsən ki, neyin yə bilərəm? Sən eləməliydin. Gedişlisən artıq. Sən nə üçün gedişlisən? Cavan oğlan, cavan xanımlar. Hamınız deyirsiniz ki, öz markamı yaradacaq. Neyin necələ bilirsiniz? Silahlar, hamısı modelyer olacaq. Soruşum əlindəki parçanın modelini bilmir. Parça tanımışsa sən necə modelyer olacaqsan? Dünyada 3 dənə deyim mənə ki, yaradıcı bir brend. Hansı ki, o şəxsin adına dizayner. Bilirsən mi? Bilmirsən. Nədir? Bəs nə ilə yiyəcəksiniz? Haçını yiyəcəksiniz? Adamlar saç ustasıdır. Çıxır deyirəm saçın yanlarını durub üzümə baxır. Adamın saç ustasıdır deyirəm qayçın ixtilatçısını bilmir. Mənim işlərimi deyirəm. Və deyirəm sən haçan saxar olacaqsan. Elə bilirsiniz, saxar olmaq asandır. Nəinki Azərbaycanda? Dünya bütün ölkələrində çıxıram 800.000 dənə saç ustasının qarşısına deyirəm istədiyi sualı verim. Siz necədir? Mən valideynlərim o qədər intellekt səviyyəsi yüksək, o qədər imkanlı və s. insanlar deyildir. Amma ömrüm bu gün də mamamla, babamla danışmışam. Biz burada bizə niyə çıxıb danışırıq? Çünki alnımız açıqdır, çox çətinliklə bir yer gəlmişik. Sıfır dayday falan deyir, laf dayday olsun, nə olacaq? Mən o qədər tanıyıram ki, bütün Naxçıvanlar hamısı imkanlıydı, o vaxtın imkanları. Hamısının uşaq eləmişsən oğlu mu oldu? Hamısı atası pulunu götürdü, qaldırdı, biznes mi qurdu, holding mi qurdu? Yox, yarısını arkaman oldu, başını çevirdi, açdı, içində öldü. Yarısı nə bilim, ciddi şeylərlə məşğul oldu. Uğurlu olan da oldu. Təbii ki oldu, onu deyirəm. Yəni siz niyə düşünürsünüz ki, imin ölçüb siz də kasıbsız öldünüz? Nedir də bu kasıbçılıqdan niyə qorxsunuz ki? Kasıbçılıq sadəcə pulun olmamağıdır. Əsl kasıbçılıq sizin beyninizin olmamağıdır. Beyninizi çıxardırsınız, qoysunuz kənarda gitsin ki, hə, siz eləməyin mi deyirəm, eləməyin. Mən keçən il oturduq bir yerdə, mənə çağırdılar, elin mükafatını verirlər, mən orada yoxam. Mən neyinirəm, təmirdən çıxmışam, tozun torbağı içində getmişik çay içməyə, orada PlayStation var idi. Götürdülər oynama, pultu adlı mənim, mən belə baxdım sağ olsun, oynaya bilmirəm. Mən heç vaxt PlayStation oynamamışım, ömür boyu. Bu ki, PlayStation'ı biz cavan uşaqlar üçün deyirəm, bəcəri çətindir. PlayStation'ı biz gelib alıq, veririk pulumuzu, alırıq. Amma mən heç vaxt oynamamışam, yəni mən heç vaxt PlayStation oynamam, vaxtım olmuyor. Parkda qızla gəzmə vaxtım olmuyor. Çox şey qurban verirsən, qarşılığında bir şeyler alırsan. 33 yaşımda, haqqası 2 ay bundan əvvəl, məni çağırdılar gecə saat 1-də bir yerə və dedilər ki, Sahara markasının 50%'dən 2,5 milyon pul verir. 2,5 milyonu yox dedi, neyin yetsin o pulu? 2,5 milyonum var, tamam mı? Şirkətimi də evləndirmişim. 2,5 milyon. Mən son 6 ayda 8'den ölkə gəzmişim. Sizcə dərdiniz puldur sizə. Düzündür, daha dinən, hər gün. Qızım, bax, sizin əlinizdə olan şey, o filan brend olsa daha mı xoşbəxt olacaqsınız? Məsələ brend deyil. Məsələ azaddır. İstədiyim şeyi almalıdır. Necə siyah, məsələn, dərd çəkmədən. Cibimdə belə var. Bu soğuza dərdim çox olacaq. Cavan olma, sən şey cibinə varsan. Bu soğanı dərdim çox. Tam zəmin deyəcəm, abi. Belki bir yerdə ödəməmiz var idi, bizim bir çalışanımız var Moskvada. Bu arada sağ olsunlar, dostlar, şöminətlər. Bizim bir çalışanımız var, başından əməliyyat olmalı Moskvada. Biz ona pul göndərdik və s. biraz problemlər arttı. Mən cibdəki bütün pulu göndərdim ora. Mən buraya gəlirsən sadəcə əvlim maşın belə, bax, zorunda var, onunla gəldim. Gəldim pencəyəni götürdüm, baxdım cibimdə də $100 var. Yəni, pul əslində lazım deyil bir yerdən sonra. Sən prosto pulu alıb sizlə, bu ölkə deməyimiz zaten eləmişik. Hər qələtiliylə sadəcə bir kabloka aparıb $600 verir. Mən bu ayaqqabını 4 ildən çoxdur, $80 almışım. Şimdi görür yəni. Çox rahat, həmişə də bunu deyilir. Yəni, bu $100.000 olsa nə deyəcəyəcək mənim həyatımda? Ayaqların gəncliyi haqqında mənfi cəhətlərimizi bilirsiniz. Siz də yəni bu bütün ölkələrdə belə deyil də. Əla, süperdir. Hə, razısınızsa mən sizə deyim. Ümumiyyətcə, sizin minuslarınızın qat-qat minusunu Avropada və Amerikada görmüşük, bu realıq. Razısın, doktor?
Deyirlər Yahudilər, belə ağıllıdır, belə ağıllıdır. Mən şəxsən Yahudi görmüşəm ki, öz ölkəsini xəritəsində göstərə bilir. Yəni o, sizdə metəllər var, mövzu o deyil. Amma biz sizdən danışırıq. Siz daha yaxşı bilirsiniz. Bizim gəncliyimizin boşluğu aradadır. Allah, sizin gəncliyinizin boşluğu budur. Misal üçün deyək. Misal var, mənim bir dostum Amerikada demişdi. Deyir ki, İtalyana verdik dəmiri Lamborghini düzəltdi, Rus'a verdik dəmiri Zaporojni düzəltdi. Sizə internet verilib. Baxın, elementar bir şey deyil sizə də. Bugün mənə bu işıqla bağlı sualı verə bilərsiniz. Səma, təbiət, coğrafiya. Təbii ki, net, belə deyək də, rəqəmlərlə yox. Hər şey haqqında məlumatım var. Bəs niyə var? Bugün mənim müştərim sənin kimi düşünür, sənin kimi düşünür, sənin kimi düşünür, sənin kimi düşünür. Və mən onların bütün maraq dairəsini danışa bilməliyim. Yəni, sizdə bəyənmədiyim şey, vaxtınızı, əlimizdəki imkanları çox lazımsız yerə istifadə edirsiniz. Misal üçün, mən niyə 26 il əvvəl ölən bir kriminoloji adamın həyat hikayəsini bilməliyəm, bir. İkincisi, mən niyə bütün meyxanalara baxmalıyım, iki. Üçüncüsü, mən niyə Türk serialların hamısına baxmalıyam ki, mən artıq son illər baxıram, Türkiyədə tanınmış simaları mən tanımıram. Çünki izləmirəm. İnanırsınız izləmirəm. Maraq, çünki mən heyif, vaxtım çox azdır, gənclər. Çox azdır. 42 yaşında pensiya çıxmalıyım o şirkətindən. Anladın? Vaxtımı və imkanlarımı səhvini istifadə edəm. Bir dəqiqəvi belə. Çünki sonra çox gec olacaq. Siz bu ağılda bizim yaşımıza geri dönməyi bacarırsınız. Oy. Adın nədir? Elbrus. Maddi məqsədin nədir sənin? Mən sadəcə həyatda gəzmək başladım. Tamam, sərbəst travel'ları başlayırsan, gəzmək istəyirsən. Əla, sonra? Rahat bir evin olsun senin için. Ailəmi xoşbəxt yaşayın. Ailən üçün rahat şərait istəyirsən. Bunlar şükür Allah hamısına biz nail olmuşuq. Və mən sənə söz verim, neçə yaşın var? 20. O var, 20 də var. Bax, sənə söz verirəm ki, bu beyinlə sən yaşında olub, hər şeyimi sənə bağışlama seçimi olsa deyərəm. Nə qədər şanslı və varlısan bilsən. Bax, inan Allaha deyirəm, inan bax. Mənim sualım da ondan ibarət idi ki, ilk addımı nə üzrə atardınız? O günlərin bir layihəyə baxdım. Layihədə Amerika layihəsidir, bəlkə də baxmışsınız. Bir dənə biznesmenin xəyal doktoru alırlar Bakıdan, misal üçün Azərbaycanla biz Amerika kimi böyük düşünün də indi. Elə Türkiyədə Azərbaycanla bərabər bilirdi. Xəyal doktoru buradan götürürlər, bütün imkanlarını, kontaktını və s. alırlar, aparırlar misal üçün deyə İzmirdə bir şəhərə bırakırlar. Adam bir aya 1 milyon dollarlık şirkət yaratmalıdır. Və adam bir aya 750 bin dollar dəyərini yaradan jürilər var, belə biznesmenlər. Şirkəti yarada bilir. Deyirik ya sıfırdan başlayacaq edir, istədiyiniz qələti verəcək, sizi sıfırdan başlayacaq. Eləyə bilirsən, sadəcə odaqlanmışsan ki, problem. O günlərim, tabi o kadar gelirik bizim gənclərlə, bir kafede otururuz. Dedilər, gəlin sizə buradan bir şey ismarlayalım. Oturmuşuq abi, bak, 2 tane afisiyant var. Biri böyle yuvarlaq eynəklə, belə keşi satıcısı minlə, stilində, belə biraz siz belə yaxşı oğlan kimi görünmür da, belə qızların sevdiği oğlan kimi görünmür. Mən də, bak, deyirəm ki, bizim uşaqlara, bizim uşaqlar ki, bu belə oğlanlar tapın bizdə işləməyə. Biri də belə, qan qararında, əsəridir ki, mən əslində soğuk birine gelip yatıp içeri yaxşı oğlan olacaq, niye mən asyan işləyirəm? Özdə sıkışdırdı hələ adam. Və indi baxın nə oldu, mən uşaqlara dedim ki, bu adam bizə lazımdır. Gəldim uşaqlarına şirinət gətirdik evdə falan, dedim ki, qənd olar, mən səhəm ki, qənd etməyə çalışıram, mümkünsə. Baxın, bu dedi ki, bizdə yoxdur, o yaxşı oğlan, dedi, yoxdur. Tamam mı? Bax, hər anım, mənim həyatda bu cür analizdir. O dedi ki, bir çox vaxt təşkil edə bilərəm. İşte uşaqlar dedim ki, bak, biri problemi gördü büyüktü, biri həlli gördü həlliler. Siz problemci adam mısınız, yoksa həll eləyən misiniz? Bunu dəqiqləşdirin. Biri çeşdi, çiğni və bir dənə dəqiq toxundu. O gün məhv eləyəcək, güldün çeşdi mi olacaq? Onun kimi olmamaq lazım olduğunu öğrendim mi? Anladınız nə demək istəyirəm? Baxın, bu cür olmalıdır. Siz mənim üniversitədə müəllim olun, sən də telefonda maraqlı olsun. Ki, orada telefonda məşğul olmasan qiymət yazamam. Amma mən inanım ki, 2008-ci ildə mən ilk dəfə bura gəlmək üçün bu oteldə. Bu otel sizə bugün balaca gələ bilər. Çünki şəhərimiz maşallah inkişaf edib, çox möhtəşəm otellər var. Bu otelə gəlmək üçün mən bir firmanın nümayəndəsinin yanına qapısının gündə gəlib döyürdüm və gözləyirdim orada ki, o qapını açacaq. Və onu görəcəm, tibb bacısı məni içəri almadı. Tibb bacısı məni onun yanına içəri almadı həkimin. Həkimin həm firması vardı, həm həkim kimi işləyirdi. Məni onun yanına keçirtmirdilər.
Və neylədim? Bax gəldi, həmin adamla görüşdüm. İlk dəfə bu otelə gələndə, bu oteldə konferansda oldum. Ondan sonra həyatın fərqli olduğunu gördüm. Və həmin vaxtı bir məqsəd qoydum. Azərbaycanda bütün həkimlər məni tanıyacaq. Bunun üçün nə etdim? Bütün həkimləri ilk addım, mən tanımaya başladım. Baxın, məni tanımaqları üçün mən hər kəsi tanıdım. Və valideynim dedi, atam dedi ki, bu sənin nə işinə yarayacaq? Dedim, hər bir həkimi tanıyacağım, onun nəyə qadir olduğunu biləcəm, hamısından da yaxşı olacam. Bugün məndən çox savadlı həkimlərimiz də var, bugün məndən çox gözəl işləyən dostlarımız da var. Yəni, bu həmişə var, həmişə də olacaq. Sizdən illərdə yaxşı kimsə olacaq, amma siz fərqi yaratmağı bacaracaqsınız. Sizin nəyiniz isə olmalıdır ki, siz gənclərə bir şərait yaradaq. Mən bir icra başlayacağım. Və deyirəm ki, bugün yığılıbsınız, deyirəm bizim bölümümüzdə bir neçə yerdə işləmə üçün sizin üçün şərait var. Nə etmək istəyirsiniz? Hər birinizin individual görüşürəm. Sizdən soruşuram, xanım, İngilis diliniz var, Rus diliniz var, xeyr, yoxdur. Ekstra bacarığınız nədir? Biz özümüzü ifadə edə bilmiriksə, qarşı tərəf sizi istədiyi kimi başa düşməyəcək. Baxın, siz çox talantlı ola bilərsiniz. Amma olan şeyi göstərə bilməzsiniz. Bizim problemimiz buradadır. Olduğu şeyi istədiyimiz kimi göstərə bilmirik. Ən çox oxuduğunuz kitab nəyə yönümlüdür? Şəxsi inkişaf. Sonra? Aha, sonra? Sonra? Baxın, bir il 2 aya 1248 kitab oxumuşam. Bir il 2 aya 1248 kitab oxumuşam. Tanıdığınız insanlar var burada kitab oxuyan. Nə üçün oxumuşam bilirsiniz? Baxın, fərq yaratmaq nədir? Gəlin sizə fərq yaratmaqdan danışaq. Bu dönəmdən 2008-dən gəlməyimi dedim bu oteldən, düzdürmü? Ondan sonra getdim, bəlli bir neçə yerlərdə işlədim. Yenə çoxmu pul qazandım, çox pul qazanmadım. Çətin hekayəm varmı? Şu Allah, mənim valideynim orta imkanlı, hər şeyimizdə olub, heç bir problem yoxdur, yəni heç bir şey çətinlikdən gəlməmişim. Atam, anam mənim üçün hər şey edib. Motivator da var, girib baxarsınız, amma mən həyat eşqini, maddini hara qaldırmaq üçün valideynlərim ilə hansı yollar keçmişəm, orada hamısı ətraflı var. Mənə də xoş olar, girib baxarsınız və orada altından hər hansı biriniz fikrinizi yazarsınız. Kitabı ona görə oxumuşam ki, bir dostumla 2014-cü ildə getdik, xaricə yaşamaqdan bayaq dedik, getdik xaricə yaşamağa, getdik, bir dostumuz vardı orada da, həkim yoldaşımız, gəldik, danışdıq, niyə burada işləyək, okey, gəl işlə, gizlin işləyəcəksən, 2 il imtahan verməzsən, dil imtahanı var, hər ölkənin bir qanunu var, o dildən test verməzsən, ondan sonra belə şeylər var ki. Və razılaşdım, sonra elə oldu ki, mamamla danışanda belə bir söz dedi, sən oraya nə üçün gedirsən? Dedim, pul qazanacam. Bu pulu burada qazana bilmirsən. Dedim, bilmirəm, bəlkə qazanaram. Həmin vaxtlarda qazanırdım. Onun 4/1 mislini falan qazanırdım. Dedim, qazanaram. Və anam dedi ki, bəs getməsən daha yaxşı olar. Gördüm, anamın gözü yaşlıdır. Neynədir? Geri döndüm. Oradan sonra Norveç'e getdim, gəzdim özüm üçün geri döndüm. Geri dönəndən sonra özümə qayda qoydum. Bu ölkədə yaşayıramsa, baxın, qayda budur. Özünü tərbiyə. Mən özümə bu ölkədə yaşayıramsa, bu ölkədə ən yaxşılarından olacam. Baxın, ən yaxşı olacam demirəm. Çünki mənim başqa kollegalarım da var, başqa dostlarım da var. Bir addım atanda belə çalışın, kimisi incitməyin. Bu ölkədə ən yaxşılarından olacam. Ən yaxşısı nədirsə, onu edənlərdən olacam. Min şükür ki, azdan çoxdan çox şey etmişik, bilənlər bilir, öz sayəmizdə. Siz nə etməlisiniz? Və orada qərar qəbul elədim, gəldim ardarda 3 dəfə, 2 ildən bir nəsə belə bir şey, bir klinikalar dəyişdim və uğura doğru gedirəm. Amma plan nədir yoxdur, startup nədir yoxdur. Düşüncəmizi necə edə bilərik ki, istədiyimiz tərzdə, istədiyimiz finansı istiqamətləndirə bilərik. İstədiyimiz finansı istiqamətləndirə bilirikmi həmişə? Xeyr, bilmirik. Və biz nə etməliyik? Biz artıq öz finansımızı, gəlirimizi, məqsədimizə birləşdirməliyik. Yəni, biz qazancımızı əgər məqsədimizə qoysaq, istədiyimiz finansı əldə edə bilərik.
Və bunun üstündən başladım bir klinikada işləmə. Grand Hospitalda işlədim. Grand Hospitalda bilmem bilirsiniz, Respublikanın böyük hospitalı idi və orada stomatolog kimi gəldim. Sonra 2 ay sonra stomatoloji şöbəsi müdür oldum. Sonra vaxt gəldi çatdı, artıq orada daha da yüksək vəzifələrə gəldik. Və bir müddətdən sonra artıq qərar verdim. Ən yaxşısını etmək zamanıdır. Bu zaman artıq startup yazma duyğum var idi. Çünki bir də kitab oxumuşdum startupdan. Və düşünürdüm yaza bilərəm startup. Və bir gün o şirkətin rəhbəri ilə görüşdüm. Dedi ki, elə bir klinika qur ki, Respublikada heç yerdə olmasın bunu. Dedim, başlayın. 3 gün mənə vaxt verildi. 3 gün içində bir klinikanın startupını yazdım. Hal-hazır ki, Lavlider klinikasının kəndisi filialını yazdım. Və yazdığım 3 günlük zəhmətim və enerji, istək. İnanın, bu sevgidən fərqli bir şeydir. İstək var, istək insanı yatmağa qoymur, yuxudan ayrılır. Və oturdum, bunu başladım yazmağa. Yazdım, hamısı hazır, həyecanlıyam ki, adamla görüşəcəm. Adamla görüşəcəm və gördüm ki, adam mənə heç saymadı. Adam mənə salam vermədi. Adam keçdi, problemləri var adamın. Yaxşı, mən neyim? Küsüm oradan gedeyim. Yox, küsüb getmək lazım deyildi. Çünki oraya nə üçün gedibsən? O startup'ı nə üçün yazıbsan? Andrey üçün, İvan üçün, yox, xəyal sanat üçün. Şəxsin üçün yazıbsan, düzdürmü? Və onun üstündən başladım. 2 dəfə də cəhd elədim, gördüm insan məni qəbul etmədi. Sakitcə başladım bir köməkçimə dedim, Günay xanımlar yanında 11 ildə artıq işləyir. Hal-hazırda bizim şirkətin rəhbəridir, idarə etmə bölüm rəhbəridir. Və başladım onunla nə etməyə? Dedim, sakitcə bir klinik axtar. İndi olan Gənclik filanımızı tapdıq. Gənclik filanın qarşısında günlərdən, 1 ay müddətində durduq. Klinika böyükdür, finans yoxdur. Təmir üçün heç bir şey yoxdur. Yaxşı, nə edək? Kreditimi çəkək? Yox, dostlar. Hər şey kreditdən olmaz. Hər şey başdan olur. Burada gəlirimizi, məqsədimizlə birləşdirməyin yoluna yenə davam etdik. Mən baxdım, özümün analizim. Kreditdən əvvəl mütləq şəkildə ağıldan analiz etməliyik. Analizimi etdim. Mən 1 ay nə qədər qazanam, 3 ay nə qədər qazanam? Baxın, real olmalısınız. İş tapdıq, gedək kredit çəkək, gedək xeyir. Bir şey deyirsə ağıldan etməliyik. Və başladım bunu nə etməyə? Bu kreditlərim, üzr istəyirəm, bu sistemin startup'ını yazma, yəni maliyyə analizinin startup'ını yazma. Baxdım ki, mən maliyyə analizim bu qədərdir. Əmdə nə qədər pul var? 1000 manat. Amma pul nə qədər qoyulmalıdır? 2 milyon. Yaxşı, 1000 manatdır 2 milyona necə çıxmaq olar? Biz hər startup'ımızda elə vurmalıyıq ki, zamana qazanmalıyıq. Və bunun üstündən o şirkət ola başladıq kitab oxumağa. Kitabı bu zaman ona görə oxudum ki, batmamaq üçün. Çünki şirkətdən 8 ay vaxt almışdım təmir üçün. O təmir müddətində mən dəhşət bir şey eləməliydim. O bir klinikada işləyib, oradan gəliri götürüb, məqsədimə qoymaq idi. Təbii ki, burada ailəmlə danışdığım yoldaşımla, yəni, çətinimiz olacaq, bu olacaq, yəni sən mənə şərait yaratmasan və şükür ki, yarattı. Və gəldik, çıxdıq nəyə? Kitab oxumağa. O kitablarda gecə-gündüz fərq yaratmaq, yeni ilişi buradan gəlirdi. Məsələn, mən uçurdum hansı ölkəyə, dostlarım bir-birindən söhbət edirdi havalimanında oturmuşuq, mən kitab oxuyordum. Təyyarənin içindəyik, onlar yenə söhbət edir. Qədəhləri toxuşdurur, mən kitab oxuyuram. Kitabları analiz edib oxuyuram. Analiz etmək başqa bir şeydir, kitab oxumaq başqa bir şeydir. Analiz ona görə edirsən ki, kitabı oxuduqca orada olan fikirləri öz həyat tərzindən çəkirsən, həyat tərzindən çıxış yoluna baxırsan. Analiz etmək budur və qeydlərini edirsən. Hər kitabı oxuyanda oradan bəlkə ola bilsin 3-5 sətir nəsə götürəcəksən, özündə saxlayacaqsan. Amma o sənin həyatında çox ciddi rolu olacaq. Və bu kitabların sayından, onun içindəki istiqamətlə mən istədiyim tərzə gəlib çıxdım. Və bir müddətdən sonra başladılar mənim haqqımda danışmağa. Fərq yarattım. Yalan deyir. Mümkün deyir. Bu qədər kitab oxumaq olmaz. O yalan deyən adamlar günü-gündən, hər gün yanında harası olsanda, çünki tez-tez uçuram, şahidi oldular. Kitabım var, əlavə oxuma var. Çünki mən bir ölkəyə gedəndə 2 kitabdan gedə bilmərəm. Ən azı 5-7 kitab götürürəm. Hər yerdə oxuyacam. Hər dəfə gedəndə təyyarədə 3-5 nəfərə kitab paylayırdım. Hər dəfə.
Bütün kitablarımda üstündə harda oxumağa başlayıramsa yazırdım, harcan başladım, harcan qutardım. Məsələn, bu dəfə təsadüfən belə bir şey oldu. Kitab götürmüşəm, getmişəm Dubay səfərinə. Hava limanında açıram, kitabı oxumuşam 2019-cu ildə harasa gedəndə. Yəni görürəm ki, bu kitabı oxumuşam, artıq o qədər oxumuşam, kitabın üzü də yadımdan çıxır. Yəni bunlar həyatınızda çox olacaq. Və mütləq şəkildə fərq yaratmaq buradan başlayır. Yəni siz özünüzü mən kimi təqdim edəcək məni yaratmalısınız. Yaxşı, bu nədir? Kitabın birinin adından yatağını topla. Dostlar, 80-dan 20% prinsipi var. Saxar onu çox gözəl deyir. Burada olan hamının istədiyi kimi həyat tərzi bəlkə olmayacaq. Amma bu sizin motivasiyadan salmasın. O 20% prinsipi var, ha? Gidin alın bir kitab oxuyun 20% prinsipi nədir? 20% prinsipində 20%-də olanlardan, yəni idarə edənlərdən olur, idarə olunanlardan deyil. Yəni hər bir şəxs həyatını öz istədiyi kimi qurur. Mənim həyatımı Saxara dəyişə bilməz. Saxaranın həyatına mən mane ola bilmərəm. Niyə? Çünki o 20% prinsipindədir. O insan idarə edir. Mən də idarə edirəm. Amma o qədər güclü təsirə məxsusdur ki, o bir məclisə girər, 200 nəfərin fikrini oğurlar, bəlkə ola bilsin cihad elətdirər, çıxarda dava saldırar çöldə. Çünki o idarə edənlərdəndir. Siz özünüzə sual verin, siz idarə edəndən olmaq istəyirsiniz, yoxsa idarə ediləndən olmaq istəyirsiniz? İş yoxdur deyənləri mən qınayıram. Çünki şirkətimdə dəfələrdən olub ki, işçi axtarmışam. Tibb bacısı yoxdur, bilirsiniz ölkədə. Bilirdiniz, Saxar ölkədə tibb bacısı yox imiş. Ölkədə tibb texnikumunu qutaran tibb bacısı yoxdur. Yəni, siz hər şeyi paylaşırsınız, motivator olun, bunu da paylaşın və səhiyyə görsün. Yəni, həqiqətən ölkədə tibb bacısı tapa bilmirik biz. Hamısı tənbəl, daha asan başa gələn yerlərə gedir. Yəni, kurslara gedirlər. Kursları nazirlik bu tərəfdən icazə verir, Səhiyyə Naziri, Təhsil Nazirliyi bu tərəfdən icazə verir, Səhiyyə Nazirliyi də bu tərəfdən qırıq tökür. Niyə? Heç birinin işləmə izni yoxdur. Yaxşı, bu insanlar, bu gənclər, baxın, bu gənclər onda niyə gedirlər kursa? 2 il ekstra məsrəf niyə ödürlər? Düzdürmü? Yəni, onun üçün siz analiz etməlisiniz, asanlığı seçməməlisiniz. Bugün biz üçlük yatmırıq gecə. Hərimiz bir cür fərq yaradır. Mən fərq yaradıram. Saat 6 tamamda. Kim gedir bugün işə? İşin içində saat 6 işə gedən var. Gedirsiniz. Hər gün. Orada çəkiliş var. Və onun ən böyük motivasiyası siz oldunuz, Xəyal bəy. Biz sizlə danışırıq. Instagramda bilərsiniz. Adınız üzrüsə? Sizdən çox tez-tez danışırıq. Kənan bəylə mən Instagramda aktiv danışıram, çox üzr istəyirəm, tanımadım. Instagramda çox aktiv danışırıq biz. O yazır, mən yazıram. Mən ümumiyyətlə... Mən cavab verəm müsaade. Mən sən sevmirəm. Ümumiyyətlə belə bir şey deyək, sən mənə inciyəməzsən. Sən mənə yaxşı tanıyırsan içini, mən də sənin içini. Amma o insanlar bizdən inciyə bilərlər. Siz niyə? Biz biraz fərqli görünürük, egoludur deyərlər. Artıq bizi bəyənməyir, gənclərə dəstək olmur. Ona görə gənclər yazanda axan sular durur. Necə bugün işimiz olsa da Rüfət bəy al o deyəndə başla deyib burada olmuşursa, yəni gənclər yazanda elədir. Hansı biriniz yazsanız, bilin ki, doktorun özü cavab verəcək, köməkçi cavab verməyəcək. Amma ki, WhatsApp-ımıza da, Instagram-ımıza da, gündəlik telefonumuza da, gelimizə də qarşı ayrı-ayrı işçilərimiz var. Siz öz həyatınız üçün burada nə aparacaqsınız? Çox şey. O çox şeylər nədir məsələn? Ən böyük motivasiya olaraq, yəni əsaslı Saxar bəy danışdıqları, yəni həqiqətən hər şey bütün mənfi cəhətlərin üstünə vurdu. Yəni burada bir neçə şeydə aydınlandım. Məsələn, elədiyim səhvləri buradan çıxandan sonra etməməyə çalışacağam. Özümə daha bəlirli və gedə biləcəyim bir məqsəd bəlirləyəcəm. Bravo. 5 dəfə biznes növü deyim sizə, gəlin görüm onu, hansınız işlədə bilərsiniz, işlədə bilməzsiniz. Çünki beyin qavramanız hansı yönümlüdür, yəni siz hansı iş daha yaxşı analiz edə bilərsiniz. Bəlkə bu məsələ gəlin diş çəkmə, o xanım gözəl kompüterdən mütəxəssis ola bilər. Necə istiqamətləndir? İstiqamətləndirmək olmaz.
Məsələn, mən öz ailəmdə deyim, mənim atam mənim mətbuat stomatoloq edib. Amma bugün mən fərqli gedirəm. Amma mən övladlarımın beynin fərqli yumuşamdır. Atalarımla fəxr eləsinlər. Və onlar özlərindən bir xəbər artıq stomatoloq olmaq istəyirlər. Və onlar bilirlər ki, hansı universitetdə oxuyacaqlar. Rus dilini bilirlər, İngilis dili ana dillərdir, Fransız dilini bilirlər, Koreya dilini bilirlər, Ləzgi dilini demirəm, Türk dilində deməyə ehtiyac yoxdur. Yəni, bildiyiniz nə demək istəyirəm? Mənim bugün uşaqlarım artıq bir neçə dildə bilirlər. Və onlar dünyanın harasına getsə, ən azı dil sıxıntısı yaşamayacaqlar, rahat tərzdə oradan başlaya biləcəklər. Mənim sizə məsləhətim, durmadan kitab oxuyun. Bu bölümdə nə sizə istiqamət lazımsa, doğru kitab seçmək. Deyir, sözü elə yerində deyilən ki, hökmü güclü olsun, kəsəri olsun. Yəni, bu sözün hökmü gücü olmalıdır. Yəni, oxuduğunuz kitab boş-boşuna olmamalıdır. Düz xanım, yapmışdınız elə bir. I smile. I smile. Thanks to Lovely Dent Clinic. Biz tədbir edirik, hansı bir formlar edirik. O formlarda insanlar getmirlər. Niyə? Çünki maraqlı keçir ona görə. Maraqsız olsaydı hər bir insan hər bir səbəblə çıxıb gedərdi. Düzdürmü? Ən azından hələsi bir saat danışdı. Hələsi də özünün praktikasından danışdı. Nadejda xanım, halal olsun. Mən istəyərdim onu qeyd edeyim. Sərxan bəy çıxanda mən baxdım ki, Nadejda xanım getdi orada, gördüm, durdu, getdi. Qaydan kimi Sərxan bəyə bir sual verdim ki, bəs Nadejda xanım sənə orada çöldə nə dedi? Dedi, işin qəşəng mənə satış elədi. Həqiqətən Nadejda xanım, gəlin alqışlayaq. Biz əl işləri var xanımın və onu da reklam edərik bizdə. Yəni, biz bütün insanlar üçün görürsünüz də şans veririk də və... Evet da, bunu artırdım, sanki bir yoxşamaq istəməzdim, amma mən göstərdiyim çanta var idi, ha. Onun güllərini sarı edeyim. Ondan doktorun da klinikasını çatdırın, tamam mı? Orada da o xanım çalışanlara versin, eşik kosmetika çantaları var, 50 şeydir. Onu sarı renkli dedim, onun logosu uyğun, markasına uyğun. Ne istiyorsunuz abi? Bak jackpot. Bak ciddi bu gün məndən çox qazanır bir şey. Bak da ne istiyorsunuz? Məndən də sözün açıq az qazanır, yəni söhbət qazanıcıdan getmir. Söhbət ondan getmir, söhbət dəyərdən gedir ki, məsələn, mən orada siz danışdınız, Saxara dedim, halal olsun, yəni insan ürəkdən bunu söz yox, insan hərəkətlə neysə edər və mənə də o bir, necə deyim, bir borc kimi oldu ki, mən də bunu qeyd edeyim ki, sizin əziyyətinizə, sizin nəticəmiz bundan ibarətdir ki, bugün buradasınız və bu günləri siz öz ünətkarlığı, mən sizə, mən o işçi oldum, sonra hansı bir yerə gəldim, çıxdım, məhz budur sizə irələ bugün. Bugün qardaş demişkən, qeyd edərik ki, sizin fərqiniz nədən ibarətdir? Bizim fərqimiz, biz fərq yaradırıq belə işlərlə, belə gözəl tədbirlərlə və bu günləri bunu hamı edə bilər, ancaq çox insan, elə insanlar var ki, bizdən imkanlıdırlar. Başa düşürsən, yəni imkan baxımından ancaq etmirlər. Biz idmançılara dəstək oluruq, buradakı olan insanlar, dostlarımıza. Elə insanlar var ki, hansı ki, biznesmendirlər, fərq etməz, imkanları var, onları etmirlər. Ancaq biz həmişə çalışmışıq, əlimizdə nə imkan varsa idmançılarımıza, gənclərimizə dəstək olaraq bunu davam edirik. Və biz bununla fərq göstəririk. Mənim sizə məqsədim, məsləhətim odur ki, hər bir adamdan özünüzə lazım olanı uğurluyum. Bu günlərim mənim uğurum ondan ibarətdir. Mən otururam, qulaq asıram, baxıram. Görəm bu insan danışır, demək ki, əşik bu nə danışır? Bu ağıllı özünü sağır. Xeyr, otur qulaq asır. Bu neysə əldə edibsə, deməli bunda nəsə var ki, bu bura gəlib çıxıb, düzdürmü? İşin pisi, yaxşısı yoxdur. Mən Aspetrolda idim, artıq bir keçənin söhbəti. Aspetrol işçisi yaxınlaşan kimi baxdı belə, Fəd mənim, siz deyirəm, qardaşım, mən nə olub deyirəm. Deyir, deyir, mən siz deyirəm, mən deyirəm, ona baxmışam, xəyal doktorum, yəni bir başlayır, bu kimlər çəkilib bizdə. Kimləri izləmişsən motivatorda? Motivatorda izləmişəm Danilovu, izləmişəm Laura Dente, diş xəyal doktoru. Sərvərə baxmışsan, qızıl. Bəli. Sərvər, qızıl. Qızıl? Qızıl işlə. Yox, o çoxuna baxmışam. Ona da məsləhət görürəm. Yəni Aspetrolun əməkdaşları da motivatora baxır. Motivatora baxır. Adın nə oldu? Pərviz. Şad oldum, Pərviz. Sağ olun. Bu Aspetrol işçisidir, nə olsun Aspetrol işçisidir? O da hardasa, nə bilmiyorlar kim, nə vaxtsa hardasa olacaq. Bu gələcək milyarderidir. Çünki insanın düşüncəsi düzgündür. O xəyal doktora kimin sualı varsa verə bilər, buyursun. İki sualım olacaq. Sizə digər Rüfət bəy, sizə sualım ondan ibarətdir ki,
Sizcə biznesi sahibkara görə tanımalıdırlar, yoxsa sahibkar biznesinə görə tanımalıdırlar? Rüfət bəy sualım ondan ibarətdir ki, bu günlərdə həqiqətən də idman turnirlərinə, idman təşkilatlarına da sponsor tapmaq həqiqətən də çox çətindir. Siz hansı məsləhətlər görərdiniz ki, biz öz idman turnirimizə sponsor edib? Özümüzə, öz şirkətimiz açın, qardaş. Özünü gözlərək sponsor olun. Yəni, yaxşı işləyən şirkətlərimiz yaradın və həmin o reklamları da öz liqamızda istifadə edin. Azərbaycanda hal-hazırda təəssüflər olsun ki, belədir, belə işləyir. Nətər söhbət, xoşun gəldi? Deməli, belə bir şey var. Mən ilk dəfə Lovely Dent'i quranda, haradasa 10 neçə il bundan əvvəl baxdım ki, Lovely Dent yazdım. Yəni, cansız. Lovely Dent yazıdır, bir kimlikadır, hərəkət eləmir, özünü təqdim eləmir. Yəni, bu bir biznesdir, amma cansızdır. Bunu neynəmək olar insanlar sevsin, onun bir hekayəsi olsun. Yəni, bilirsiniz, dünyada bir çox şirkətlərin, bizneslərin bir hekayəsi var. Məsələn, Ferrari mənəviyyatda, sevgidir, ruhdur. Olan bu, agresiyadır, prinsipdir, yaratmaqdır, dağıtmaqdır. Düzdürmü? Lovely Dent'in adının altından yazdım, Bay Doktor Xəyal Səmədov. Və neynədim? Sahibkarın hesabına biznesi yarattım, tanıttım. Çünkü sahibkar ne oldu? Canlı. Sahibkarı istesem insanlara, mesela bir tədbirə getmişəm, insanlar çıxış edir, durub oturup burada o insana daşa tuta bilərəm sözümlə. Yəni onu incidə bilərəm, amma məndən çəkinər. Amma nə olar? Allah'ın bu onun düşüncəsi. Amma mən bugün nə eləmişəm? Sevgi, istək, Lovely Dent'e gələn insanlar bir Xəyal Doktorun ailəsinə gəldiyi kimi, Xəyal Doktor özü min şükür, bacardığımız imkanımız olduğu qədər çox yaxşılıq edirik, amma heç yerdə paylaşmırıq. İstəsək bir dənə bir şeyi min dənə yerdə göstərmək gücümüz var. Amma etmirik. Bunu mən bilirəm, Allah'ın bilir, bəs edir. Aydındır mı? Mən bugün biznesimi illərdən damla Xəyal Səmədov adından qurmuşam. Və bugün Lovely Dent canlıdır. Sevgi doğdu, insanlara dostluq və yoldaşlıq edir. Surəsu şirkəti evlərə, ofislərə və bir çox dövlət əhəmiyyətli müəssisələrə 100% təbii minerallarla zəngin 19 litr və 0,5'lik qablarda su çatdırır. Latari. Gətir. Budur, bir dənədir bu. Naginslar, kartoşka free. Kimsə 100 manatlıq hədiyyə paket verdim. Dönərlə aylar. Rüfət yazılar orada. Rüfət kimdir? Rüfət Əliyev. Rüfət Əliyev kimdir? Rüfət Əliyev. Adı aşkın görür. Rüfət. O 100 manatlıq hədiyyəni özü üçün saxlamayında istifadə etmək istəyirsən, yoxsa ailədən, xanımlar üçün salonda? Ailədən yəqin. Tamam, o zaman bunu qeyd edeyim. Tamam. Zümrəvatlar və saxlayacaqsın. Yazdım. Çox sağ ol. Rüfət bəy deyirsə, Motivator Fitness klubdan 3 aylıq limitsiz zala gəlmək. Sən 3 ayından 1 aylımış, 3 ay oldu. Sən ürəkli ol, yaxşı, Saxar edir ürəkli. Saxar 2 nəfər əlavə verirsin 100 manat. Ürəkli ol. Tamam, o zaman belə deyim. Sonra dən gözlə. 2 artılar. Gəl gözlə bir dəqiqə. Mən bilirdim mən artırar. Bunu 10 gedir də burada. Bax gördünüz, gəl mənim üstünü də artırdım. Nə oxuyarlar, bir də oxu günəm. Oy, şansa bax. Şansa bax, oy. Nadejda. Sən öyle. Nadejda. Nadejda, mən oxumadım, Allah'ın olsun. Belə bir iki şey oldu, bir daha oxu görüm kimdir zat. O şey, Nadejda. Siz orada əlinizi uzadanda mən öz adımı təkrarlayırdım ürəyimdən. Vallahi, halal olsun sənə. Bir də ad təkrarladığına görə nə olar ki 100 manatlıq verdə salonlar, nə olar Nadejda? Nadejda xanım, necə sizin üçün 100 manatlıq da... Ama çox həqiqətən ürəyimdən keçənləridir. Hətta bizim Bluemol filialımızda və İçərişəhər filialımızda hicablı xanımlar üçün otaq da var. Orada da adli xidmət görə bilərsiniz. Əgər saç boyama məsələsi. Olar ki, mən ona qızım üçün həqiqəliyim. Çünki Əlbəttə, bizim üçün. 11-ci sinifdə məzun olacaq. Ciddi, boş şov. Təbrik edirik, gəl alışlar. Məzun
saçın makyajı məndən əvvəl olsun. Yaxşı. Sizdən əslində hamımızdan dua istəyirəm. Hər azda bir dua var. Tələbəsiz Allah uğurlarınızı bol eləsin. Qızım üçün dua eləyim. Martın üçün imtahanları var. İnşallah. İnşallah verəcək. İnşallah. Ürəyəməsin. Hal-hazırda evdə. Bax, bir dənə xahiş edirəm. Bax, gənclər bir imtahan dönəmində necə olur? Xeyirlidirsə olsun. Allah xeyirli şəkildə oldursun. Tamam. İnşallah. Həmin şeyi çəkərsiniz, göndərərsiniz, biz özümüzdə paylaşarıq. Yaxşı. Doktor dedi. Xəyal Bərəkdən öz hədiyyəsini öz açıqlasın. Hədiyyə nədir doktor? 300 azerilik. 300 azayınlıq, səndə nə idi? Maşın tuning idi, yoxsa nə idi sən? Vaxtıyım. Deməli dostlar, bizim işimiz sizin sağlamlığınızın keşiyində durmaqdır. Bizim klinikanın hansı planından asılı olmayaraq, istəyir şəxsinizə, istəyir ailə üzvünüzə sadəcə adbanını yazdığınızdan yedər. 300 AZN-lik hədiyyə kuponudur. Nə cür istəyirsiniz istifadə edə bilərsiniz. Bu nədir? Nadejda. Bu kim yazıqdan oxuyuz əvvəl. Nadejda, sən şeyləmi İbrahim Yaqublu. İbrahim, Birim də sən ver, bu da mənim o hədiyyə verir, cürdalım çatır. Hə, istəyirdim oğlan çıxsın. Sakarya məndən sizə bir dənə sakalı varsa, qısa saqqal olsun. Qasımlı Renat. Bravo. Ben bunu bir daha ısır, bir daha gelen ısır bunu. Bir daha ısır. Dur ben Rıza Usta'ya da Sakarya məndən... Neyden sen? Buna kalmadı değil kardeş. Görsen kandını Sakarya meçhul. Buyur kardeşim. Hayırlı olsun. Şekilini çek. Sen oldu. Çektim attım artık, hazırdır. Müəllim sizə var. Əlbəttə edeyim, əlbəttə edeyim. Əlbəttə edeyim. Sen üçüncünü bir ele görür. Əlbəttə edeyim. Üçüncünü. Üçüncü ele. Rıza Usta, bu genç yaxınlaşacaq, Sakarya mənə yazacaq. Renat adlı oğlandı, bizdən zəhmət olmuş saç taqqal hədiyyə edirsiniz, bizim qonağımız. Üçüncünü sen ele bir de çıkardın. Bizden çıkardın. Ben her zaman Benim de Ama bu arada bunu deyim ha, bunların ödəyişini mən verirəm ha, yəni də bilmək ki, mənim şirkətim deyəm, mən verirəm yəni. Mənim şübhəm yoxdur qardaşım. Yer oğlan çıxdı, jackpot. Sadiye Murat. Murat! Gel, gel. Saç taqqal istəsən yaxlaşarsa Sakarya belə O tərəfi seçdim. Dedi Çaqayeva buradan salamlar qardaşımızdır. Bu da getdi, başqa. Dünya trendidir. Bir daha Çaqayeva, bir daha loteriya çıxar. Çox Ya zarafat edirəm sana. Yaxşı. Sən müəllim nə işin var? Yaxşı, nə? Bir aylıqda bir aylıqda. Bir dənə doğru 5. Ya bir dənə bir aylıq ver yesin aslında. Bir dənə bir aylıq verir. Bu ya idim ona yaman meyli. Ay mən asıl gəlmirəm. Yaxşı ver. Tamam, bir dənə ver. Kim istəyir fitnessini qaldırsın maşallah. Həkimə kim istəyir əli sağlasın. Elləməyək də ya. Lütfen, əsr. Bir də zəhmət olmasa hamımız telefonlarda çıxardım bir dənə xahiş edirəm. Biz onları çəkəcəyik, onlar da bizi çəkəcəklər. Tamam dost, başladıq. Bax, çəkirik və sonradan hamı bir-birini taq eləyir. Bax, hamını paylaşır, bir iminlər buanı. Necə keçdi, xoşuna gəldi? Ürəkdən bir dənə həqiqətən, əlimizdə telefon var, İnşallah, mən dediyimiz bonusları inşallah biz onu edəcəyik. Siz də öz tərəfinizdə edəcəksiniz, inşallah daha da güclü olacaq. Motivatorlar irəli, uğurlu gələcəyə doğru. Bravo! Telefonları nə edirik? Telefonları nə edirik, indi nə edirik? İşıqlarını yandırırıq, hamı işıqlarını yandırır, burada şey kimi, bağlı oxuyacaq. Qaranlıq eləyə bilirsə söndüründə orada səgər. Kim var orada, ha? Gəlin, sizə şəkil çəkdirik, sonra gedin. Fitness qaldı. Məndə fitness qaldı, ha? Məndə bir dənə fitness qaldı, amma gəldi üstümə, yaxşı gözlə bir dəqiqə. Fitness qaldı, bir dəqiqə. Bir də işıqları qəqə yandırır, bunları görmürəm nəsə, qorxuram bunlarla. Gəl, belə eləyim bir də. Gözlə bir dəqiqə. Bir dəqiqə. Sən çəkdə bıraxdan mən. Əhməddir, o adı Əhməddir. Yəni fitnessə görə, motivasiya fitnessə görə qırğındır. Görürsünüz, baxın, görün necə qırğındır. Bir də mənim 5-6 dənə burada aktor lazım olacaq. Bir dənə videom var. İkimdə bir dənə. Sonra canına gələndə şeydir, bunların altından qeyd edirəm. Mən bir dənə rolikim var, istəyirəm o rolikdə bunları çəkim. Deməli,
Nuray. Gətirmədim. Nuray xanım kimdir burada? Nuray Cəfərzadə. Nuray Cəfərzadə. Məndə bir ailə var, 2 ailə. Kim? Hara gedib? Burada yoxsa həqiqət sayılır. Qəşəng əla. Burada yoxsa sayılır. Allah bunu Sizə də bir şey deyim. Əhməd deyə bu ad Əhməd. Ağır və Nərgiz. Yoxdur. Bax ona deyirəm ha, sonra hamı taq eləsin, sonra qeyd edəcəm ha, baxın. Sonra demin. Özəl olanda organik olmayan. Cristiano Ronaldo. Səbuh Rüstəmov. Səbuh Rüstəmov. Çox, 3 ay bir nə olacaq, Schwarzenegger. İnşallah, 3 aydan sonra biz məşqlərimizə veriyoruz. Takança. Axıra qədər, bax görsən takança. Müəllim, indi bir dənə video çəkməm, olumlu gələcəyə doğru deyil. Yəni 1, 2, 3 gördünüz də, o dedi də sonra əsəbləşəcək, ona görə demək lazımdır bunu. Şəkil çəkdin əsas. Hə, video çəkdim. Yəni uğurlu gələcəyə doğru 1, 2, 3, tələsmədən, ha, sən bir an tempdən çıxırsan, mən nə zaman tələsmə, bax o da. 1, 2, 3, uğurlu gələcək!